Parlament ali təhsil haqqında Gürcüstan qanunu dəyişiklikləri müzakirəsini sürətləndirilmiş qaydada davam etdirir. Təqdim olunan dəyişikliklər bugün Təhsil Elm və Gənclərlə İş Komitəsinin iclasında ikinci oxunuşda müzakirə olunacaq. Daha sonra isə plenar iclasa çıxarılacaq. Dəyişikliyə əsasən 17 dekabr 2025-ci ilədək ali məktəblərə qəbul olunmuş tələbələr keçid dövründə yalnız artıq qazandıqları maliyyələşməni saxlamayacaq. Eyni zamanda onu əldə etmək və yaxşılaşdırmaq imkanı da qazanacaqlar. Şəbəkə marketlərində sosial səbətlərin yerləşdirilməsi ilə bağlı müxalifətin bir hissəsi qərara skeptik yanaşır. Hakim komanda isə bu addımın əhəmiyyətini vurğulayır. Məlum olduğu kimi, şəbəkə marketlərində sosial səbətlər yerləşdirilməyə başlanıb və ilkin mərhələdə xüsusi ayrılmış bölmələrdə 15 növ ərzaq məhsulu endirimli qiymətlə satılacaq. Sosial səbətə un, düyü, şəkər, qarabaşaq, toyuq əti, şirniyyat, makaron, süd məhsullar və digər ən çox tələbat olan məhsullar daxildir. Market nümayəndələrinin sözlərinə görə məhsulların siyahısı istehlakçıların tələbinə uyğun olaraq mütəmadi yenilənəcək. Müxalifət Alyansı 26 may tarixində keçiriləcək aksiyaya hazırlaşırlar. Müxalifət partiyalarının liderləri Axmeteli metrosu stansiyası yaxınlığında vətəndaşlarla informasiya bukletləri paylayıblar və həmin bukletlərdə 26 may aksiya barədə məlumat yerləşdirilib. Alyans nümayəndələri artıq 3 gündür qapı-qapı kampaniyası aparır və vətəndaşları etiraz aksiyasında iştirak etməyə çağırırlar. Onların sözlərinə görə kampaniya 26 maya qədər hər gün davam edəcək və bütün Tbilisini əhatə edəcək. ABŞ prezidenti Çinə rəsmi səfəri çərçivəsində görüşlərə başlayıb və Çin lideri ilə 2 saat davam edən danışıqlar aparıb. Görüşdə ABŞ tərəfindən dövlət katibi Marco Rubio, müdafiə naziri Pete Hegseth, maliyyə naziri Scott Bessent və ticarət nümayəndəsi Jameson Greer iştirak ediblər. Donald Trump qapalı görüş başlamazdan əvvəl Xi Jinpingi dost adlandırıb və bildirib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra heç vaxt olmadığı qədər yaxşı olacaq. Öz növbəsində Çin lideri qeyd edib ki, Vaşinqton və Pekin tərəfdaş olmalı, rəqibə çevrilməməlidir və ticarət müharibəsində qalib olmur. ABŞ-ın vitse-prezidenti Donald Trump'ın Amerikalıların maliyyə vəziyyəti ilə maraqlandığı iddialarını təkzib edib. J.D. Vance Donald Trump'ın açıqlamasına münasibət bildirərək qeyd edib ki, prezidentin sözləri yanlış şəkildə təqdim olunub. ABŞ prezidenti demişdi ki, İranla sülhə nail olması prosesində Amerikalıların maliyyə vəziyyəti onun əsas qayğısı deyil. Bununla yanaşı J.D. Vance'in sözlərinə görə İranın nüvə proqramı ilə bağlı danışıqlar müsbət istiqamətdə irəliləyir. İsrailin baş nazirinin ofisi bildirib ki, İranla müharibə dövründə Benyamin Netanyahu gizli səfərlə Birləşmiş Ərəb Əmirliklərinə gedib və prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Qeyd olunur ki, bu səfər iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsinə çevrilib. Həftənin əvvəlində ABŞ rəsmiləri təsdiqləmişdirlər ki, İsrail İranla müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərində dəmir gübbə hava müdafiə sistemi və ona xidmət göstərən hərbi heyət göndərib. Paralel olaraq Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edərək onun əsassız olduğunu bildirib.